Rəqəmsallaşma sürətləndikcə həyatımızı asanlaşdırır, amma eyni zamanda yeni risklər də yaranır. Bugün dövlət idarəçiliyində bank sisteminə, enerji infrastrukturundan şəxsi məlumatlara qədər hər şey rəqəmsal müstəviyə daşınıb. Bu isə kiber təhlükəsizlik məsələsini artıq texniki deyil, təhlükəsizlik məsələsinə çevirir. Prezident İlham Əliyevin imzaladığı fərmanla elektron təhlükəsizlik xidmətinin bazasında Milli Kiber Təhlükəsizlik Agentliyinin yaradılması da məhz bu yeni reallığın tələbi kimi qiymətləndirilir. Qarşıda duran əsas vəzifələr isə dövlət və özəl sektor arasında koordinasiyanın gücləndirilməsi, rəqəmsal infrastrukturun qorunması və ölkənin kiber davamlılığının artırılmasıdır. Bəs Azərbaycan yeni kiber təhlükəsizlik məsələsində, yeni arxitekturada niyə məhz indi formalaşdırılmasını nəzərdə tutan o nüanslara diqqət yetirir? Dünyada kiber təhlükəsizliklə bağlı rəqəmlər və təhdidlər nəyi deyir? Bu mövzu ətrafında müzakirələrimiz olacaq və studiyada qonağımız var. Elektron Təhlükəsizlik Xidmətinin rəisinin müavini Elvin Şahverdiyev. Elvin müəllim, salam, xoş gəlmişsiniz. Salam, xoş gördüyüm. Elvin müəllim, kiber təhlükəsizlik kifayət qədər vacib bir aktual mövzuya çevrilib və elektron sistemsiz də həyatımızı təsəvvür etmək, bilməm, indi təəssüflər olsun mu demək lazım, amma mümkün deyil. Azərbaycan kiber təhlükəsizlik sistemində yeni bu institusional mərhələyə keçidi niyə zəruri hesab etdi və bu niyə labüddür? Dəvətiniz üçün təşəkkür edirəm. Bəli, günün mövzusu olan kiber təhlükəsizlik hal-hazırda ən aktual mövzulardan biridir. Müasir dövrdə kiber təhdidlərə nəzər saldığımız zaman onun həm miqyası, həm də mürəkkəbliyi getdikcə artmaqdadır və kiber təhdidlər daha çox dövlət idarəçiliyini, maliyyə sektorunu, enerji sektoruna hədəf almaqla yanaşı, həm də ictimai əhəmiyyətli digər infrastrukturlara da ciddi təsir göstərirlər və görünən odur ki, kiber təhlükəsizlik artıq milli təhlükəsizliyin bir tərkib hissəsidir və onun əsasını təşkil edir. Bu tendensiyalar artmaqda davam etdikcə də Azərbaycan da bu qlobal tendensiyalardan heç də geridə qalmır və biz baxdığımız zaman beynəlxalq qlobal kiber təhlükəsizlik indeksində ölkəmizin nüfuzunun 21 pillə irəliləməsi də bu sahədə ölkəmizdə bu sahəyə ciddi diqqətin ayrılmasının bariz nümunəsidir. Ötən dövrlərə baxdığımız zaman həm kiber təhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində təsdiq edilmiş strateji sənədlər, fəaliyyət planları bu sahəyə olan diqqəti açıq-aşkar göstərməkdədir. Demək olar ki, Azərbaycanda bu sahədə tədbirlərin görülməsi davam etdirilməkdədir. Hətta baxdığımız zaman Cənab Prezident İlham Əliyevin birbaşa rəhbərliyi altında keçirilmiş görüşlərdə də kiber təhlükəsizlik məsələsinin aktuallığı diqqətə çatdırılmış və mühüm sənədlər imzalanmışdır. Məhz Milli Kiber Təhlükəsizlik Agentliyinin yaradılması da bu strateji addımların davamı olaraq görsənir. Rəqəmsal İnkişaf Nazirliyi və Nəqliyyat Nazirliyinin tərkibində yaradılmış Milli Kiber Təhlükəsizlik Agentliyi elektron təhlükəsizlik xidmətinin hüquqi varisi olaraq bu dövrlər ərzində qazanılmış təcrübəni və potensialı daha böyük müstəvidə, daha böyük səlahiyyətlərlə və geniş hüquqi normativ baza çərçivəsində reallaşdırılmasına imkan yaradılacaq. Gəlin konkret yanaşaq bu məsələyə. Milli Kiber Təhlükəsizlik Agentliyinin konkret olaraq kiber təhlükəsizlik sistemindəki yenilikləri nədən ibarət olacaq? Əgər daha dəqiq danışsaq, Milli Kiber Təhlükəsizlik Agentliyi hal-hazırda ən öndə vəzifələrindən biri ölkədə mövcud olan və ölkəni hədəf ala biləcək potensial təhdidlər barəsində həm məlumatları toplamaq, məlumatları toplamaq dedikdə biz bunu aidiyyəti dövlət qurumlarından, sektorlardan və həmçinin də yaradılması nəzərdə tutulan sahəvi setləri nəzərdə tuturuq. Məlumatları toplamaq, onları təhdid etmək, ola biləcək, yarana biləcək potensial təhlükələr barəsində öncədən xəbərdarlıq etmək, xəbərdarlıq mexanizmlərini formalaşdırmaq və dayanıqlı tədbirlərin görülməsi üçün birgə əməkdaşlıq və vahid bir çərçivədə tənzimləmə və nəzarət həyata keçirəcəkdir. Birgə əməkdaşlıq deyəndə dövlət qurumları ilə əməkdaşlıqdan söhbət gedirmi? Birgə əməkdaşlıq dediyimiz zaman həm aidiyyəti dövlət qurumları ilə Milli Kiber Təhlükəsizlik Agentliyi həm də özünün milli sert olaraq fəaliyyətini təşkil edir və baxdığımız zaman xarici dövlətlərin də aidiyyəti sertləri və milli sertləri var ki, onlarla biz əməkdaşlıq edirik və demək olar ki, biz bir ekosistem olaraq bunu düşünürük. Təkcə daxili aidiyyəti dövlət qurumları deyil. Yəni beynəlxalq təcrübədən də burada söhbət gedir. Elvin müəllim, prioritetlər nə olacaq? Prioritetlər hal-hazırda kiber təhlükəsizlik sahəsində baş vermiş insidentlərə
sadəcə fraqmental yanaşmanı deyil, daha çox bütöv bir yanaşmanı sərgiləməyi nəzərdə tutur. Bununla nəyi nəzərdə tuturuq? Ölkə üzrə baş verəcək hər hansı bir insident barəsində məlumatlandırmanı və informasiya mübadiləsini çevik şəkildə təşkil etmək lazımdır ki, bu insidentlər digər sektorlarda və digər qurumlarda sirayət eləməsin. Bunun üçün bir vahid platformanın yaradılması, vahid kiber təhlükəsizlik platformasının yaradılması nəzərdə tutulur ki, bura həm dövlət, həm özəl təşkilatların qoşulması təmin ediləcəkdir və baş verə biləcək insidentlər barəsində, təhlükələr barəsində də anındaca çevik məlumatlandırma mexanizmləri formalaşdırılacaq. Elvin müəllim, gəlin bir məsələyə aydınlıq gətirək. Misal üçün, yanğının baş vermə səbəbi var. Yanğın baş verməzdən əvvəl onun səbəbləri olur. Hansısa bir səbəbi aradan qaldıranda nəticə də vermir. Yəni, daha öncədən yanaşmadan burada söhbət gedir. Kiber təhlükəsizlikdə də bu belədirmi? Yəni, müəyyən nüansları nəzərə alsaq, başımıza müəyyən problemlər gəlməyəcək. Yəni, preventiv addımlar nə qədər ön planda saxlanılacaq agentliyin fəaliyyətində? Doğru vurğuladığınız, əslində qalsa Milli Kiber Təhlükəsizlik Agentliyinin də bu da prioritet məsələlərindən biri odur. Biz insidentin baş verdiyi zaman nəticələrin aradan qaldırılması yox, insidentə səbəb ola biləcək məsələləri öncədən görmək və onlara qarşı müdafiə tədbirlərinin gücləndirilməsi nəzərdə tutulur. Bununla əlaqədar olaraq Milli Kiber Təhlükəsizlik Agentliyi həm xarici dövlətlərin aidiyyəti qurumlarından məlumat əldə edirlər, həm daxildə dövlət qurumları ilə birgə əməkdaşlıq edirlər. Həmçində özəl sektorda ən çox insidentlərin müşahidə olunan sektorlar kimi biz özəl sektorda vurğulaya bilərik ki, orada olan informasiya mübadiləsində dövlətə ötürülməsi və dövlət qurumları arasında da paylaşılması fonunda yəni özəl sektorda kənarda qalmayacaq. Xeyr. Misal üçün biz dövlət qurumlardan əməkdaşlıqdan danışdıq, beynəlxalq təcrübənin olacağını vurğuladıq, amma həm də özəl sektor burada yalnızda olacaq. Bəli, mütləqdir. Çünki biz bunu bir ekosistem kimi görürük. Ümumiyyətlə bu niyə vacibdir? Müəyyən işlərin yekunlaşması və yaxud da icrası mexanizmindən son zamanlar dövlət qurumları ilə özəl sektor birlikdə işləyir. Amma kiber təhlükəsizlik sahəsində bu niyə vacibdir və ümumiyyətlə bu necə təşkil olunacaq? İstərdim bax bu mövzuya toxunaq. Onun vacibliyini biz vurğulasaq, bildirmək istərdik ki, özəl sektorda baş vermiş insidentlərin daha geniş, daha iri miqyaslı olduğu nəzərə çarpır və həmin o insidentlərin də bir ölkə daxilində dövlət qurumlarına sirayət eləməsinin qarşısını almaq mütləq bir şərtdir. Biz baxdığımız zaman dövlət infrastrukturunda informasiya və kiber təhlükəsizliyə dair həm strateji planlar, həm tədbirlərin görülməsinə bağlı müəyyən aktlar qəbul olunur və təsdiqlənir və dövlətlə bu sahədə müdafiə tədbirlərinin gücləndirilməsi həyata keçirilir. Amma özəl sektor bəzən öz kiber təhlükəsizlik məsələlərinə diqqət almadığı üçün orada baş vermiş hər hansı bir incidentin dolayısı yolla dövlət informasiya infrastrukturuna sirayət eləməsi mümkün ola bilər. Və ona görə bizim burada ekosistem olaraq birgə fəaliyyətimiz və birgə məlumat mübadiləsini həyata keçirməmiz qarşıda dura biləcək kiber təhdidlərə qarşı daha dayanıqlı olmağımıza şərait yaradacaqdır. Artıq prosesə başlamısınızmı? Yəni əməkdaşlıq qurulurmu bu istiqamətdə? Bundan öncə elektron təhlükəsizlik xidməti tərəfindən qazanılmış təcrübə və müəyyən bir potensial vardı ki, Milli Kiber Təhlükəsizlik Agentliyi də bəli, o formada onun daha geniş miqyasda həyata keçirilməsini reallaşdıracaqdır. Milli sərt funksiyalardan agentlik tərəfindən həyata keçirilməsi kiber təhdidlərə qarşı mübarizəni hansı imkanlara çıxaracaq, hansı imkanları daha yaradacaq və ümumiyyətlə milli sərt nə deməkdir? Bax, bu istiqamətdə istərdim danışasınız. Beynəlxalq təcrübəyə baxdığımız zaman milli sərt ölkədə, dövlətlərdə kiber təhlükəsizlik sahəsində həm nəzarət, həm tənzimləmə, həm də koordinasiya fəaliyyətini həyata keçirən bir qurumdur. Və kiber təhlükələrə proaktiv cavab reaksiyalarının verilməsi üçün ola bilər sahəvi sertlərdən və ya digər qurumlardan məlumat mübadiləsini həyata keçirir, təhdidlər barəsində məlumatlar alır və vaxtında məlumat mübadiləsini ötürülməsini və onlara qarşı cavab tədbirlərinin görülməsini təşviq edir. Ölkədə ötən dövrdə elektron təhlükəsizlik xidməti milli sert olaraq fəaliyyət göstərmişdi. Milli Kiber Təhlükəsizlik Agentliyinin yaradılmasına həmin səlahiyyətlər genişləndirilmiş, ölkədə sahəvi sertlərin yaradılması nəzərdə tutulmaqdadır. Bu zaman necə olacaq? Milli sert mərkəzi rol oynayacaq və koordinasiyanı həyata keçirdəcək, nəzarət və tənzimləməni həyata keçirdəcək və sahələr üzrə baş verə biləcək insidentlərlə bağlı xəbərdar olacaq və erkən aşkarlanma, erkən məlumatlandırma mexanizmlərini formalaşdırılacaq. Bu formalaşdırma, bu çərçivə nəticəsində də qurumlar
hər hansı bir dövlət qurumunda və yaxud da özəl sektorda baş vermiş insidentlərin əlamətləri və göstəricilərindən xəbərdar olacaqlar. Və onlar daha çox proaktiv reaksiya verilməsi üçün cavab və müdafiə tədbirlərinin görməsini həyata keçirəcəklər. Bax, indi biz müzakirə edirik, izləyicilərimiz bizi dinləyir və burada həm də yəqin ki, hərənin özünə görə müəyyən kiber təhlükəsizlik sahəsində problemləri var və zaman-zaman da qarşılaşıblar. Başqa-başqa platformalarda və yaxud da gündəlik həyatda və s. Vətəndaşların fərdi məlumatlarının qorunması istiqamətində agentliyin fəaliyyəti nədən ibarət olacaq və yaxud da olacaqmı? Yaxşı sualdır. Fərdi məlumatların qorunması da kiber təhlükəsizliyi və informasiya təhlükəsizliyi açısından da çox önəmli bir məsələdir. Rəqəmsallaşmanın geniş vüsət aldığı dövrdə, hər kəsin rəqəmsallaşmağa və yeni texnologiyalara çatanlığı təmin olunduğu dövrdə fərdi məlumatların da önəmi çox qabarıq şəkildə biruzə verir özünü. Bundan öncə də vurguladığımız kimi Milli Kiber Təhlükəsizlik Agentliyi Elektron Təhlükəsizlik Xidmətinin hüquqi varisi olaraq fərdi məlumatların mühafizəsi ilə bağlı həm nəzarət mexanizmlərini, həm də qanunvericiliyin tələblərinə uyğun olaraq görüləcək addımları bundan sonra da icraata keçirmək üçün daha geniş məcrada fəaliyyət nəzərdə tutur. Bizə həm daxil olmuş fərdi məlumatların qorunması ilə bağlı qanun pozuntularının araşdırılması, monitorinqi, həmçinin fərdi məlumatlarla bağlı ola biləcək qanun pozuntuları, saxlanması ilə bağlı olan qanun pozuntularının monitorinqini həyata keçirilməsi üçün Milli Kiber Təhlükəsizlik Agentliyində geniş səlahiyyətlərə malikdir hal-hazırda. Və dövrü olaraq bu monitorinqlərin aparılması və sorğuların araşdırılması fonunda dövlət nəzarətinin gücləndirilməsi nəzərdə tutulur. Fərdi məlumatlar deyəndə nəyi nəzərdə tuturuq konkret olaraq? Fərdi məlumatlar dediyimiz zaman hər bir fərdi identikləşdirilməsi üçün lazım ola biləcək məlumatlardan söhbət gedir ki, bu da hər bir fərdi identik olaraq biz fərdiləşdirə bilirik. Bura onun həm yaşayış ünvanı ola bilər, telefon nömrələri ola bilər və burada bir məlumat deyil, bir neçə məlumatdan ibarət ola biləcək fərdi məlumatlardır ki, biz həmin o fərdi identikləşdirə bilirik. Bank kartları aiddirmi bura? Bəli, bank kartları və digər, orada geniş bir siyahı var ki, bu hər bir fərdin özünə məxsus ola biləcək informasiyalardır ki, mütləq şəkildə qorunması təmin edilməlidir. Bank kartları, telefon nömrələri, yaşayış ünvanları bu formada. Beynəlxalq təcrübədən siz danışdınız və Milli Kiber Təhlükəsizlik Agentliyinin yaradılmasında Azərbaycan ümumiyyətlə beynəlxalq səviyyədə bu sahədəki işləri də yəqin ki bir brend olaraq təqdim olunacaq. Zaman-zaman Azərbaycanda bu istiqamətdə tədbirlər keçirilib, bu mövzu aktual olub, gündəlikdə olub və bu beynəlxalq əməkdaşlıqda bax, biz bundan əvvəl fərdi məlumatların qorunmasından danışdıq. Müəyyən problemlərlə üzləşən vətəndaşlarımız var ki, xarici ölkələrdə elə o bank kartlarının istifadəsində müəyyən dələduzluqlarla rastlaşırlar. Daha sonra isə həmin o məbləğ qayıtmır, çünki müəyyən bir bilmirəm, sistemdə yəqin ki bir boşluq var. İstənilən halda bu istiqamətdə beynəlxalq fəaliyyət nədən ibarət olacaq və əməkdaşlığa hansı təsirlər kömək olacaq? Yaxşı sualdır. Əslində qalsa Milli Kiber Təhlükəsizlik Agentliyinin və Milli Sertin formalaşdırılması sektorlar üzrə sertlərin yaradılması fonunda çox effektiv bir şəkildə bu prosesi təşkil etməyə imkan yaradacaqdır ki, məsələn biz götürdüyümüz zaman maliyyə sektorunda baş vermiş kart və fraud halları, dələduzluq halları kifayət qədər geniş vüsət almışdı və aidiyyatı dövlət qurumları bununla bağlı həm statistikalar dərc edir, həm bu sahədə atılacaq addımları ictimaiyyətin diqqətinə çatdırır və maliyyə sektorunda da belə bir sertlərin formalaşdırılması bu cür halların, bu cür neqativ halların aşkarlanaraq məlumat mübadiləsinin həyata keçirilməsinə şərait yaradacaq. Məlumat mübadiləsinin həyata keçirilməsi həm maliyyə sektorunda həmin kartla bağlı olan maliyyə vəsaitlərinin geri qaytarılmasına əlaqədar ola bilər və yaxud da baş vermiş dələduzluq hallarının araşdırılması üçün cinayət məsuliyyətinə cəlb olunması ola bilər və yaxud da bu hal hər hansı bir kiber təhdid və kiber hücum nəticəsində baş veribsə, onlara qarşı preventiv addımların atılmasını zəruri edə bilər. Milli Kiber Təhlükəsizlik Agentliyi həm telekommunikasiya operatorları, həm internet servis provayderları ilə, dövlət orqanları ilə, xarici qurumların, xarici ölkələrin aidiyyəti qurumları ilə, həm də qlobal
texnoloji nəhənglərlə əməkdaşlıq etdiyini nəzərə alsaq, bu prosesə biz daha böyük fayda sağlamış ola bilərik və ekosistem dediyimiz halda burada yalnız ayrı-ayrı qurumların müdafiəsindən söhbət getmir. Buna bir ekosistem olaraq bir cavab reaksiyaların verilməsi həyata keçirilməlidir. Bunu da Milli Kiber Təhlükəsizlik Agentliyinin tənzimləmə, nəzarət və koordinasiya mexanizmlərinin effektiv təşkilindən sonra biz bunun real nəticələrini görmüş olacaq. Yəni, istənilən halda müəyyən bir vaxt lazımdır, yeni yaranmış bir agentlikdir və biz həm də maarifləndirmə prosesinə istərdim ki, toxunaq. Çünki baxırsan ki, nə qədər məlumat verirsən, məlumatlandırırsan, maarifləndirmə prosesini həyata keçirirsən, amma hələ də aldanan, inanan, elə xüsusda yaşlı nəslin nümayəndələri var ki, bu fərdi məlumatların verilməsində və yaxud da fərdi məlumatların ictimai paylaşılmasına o qədər də önəm vermirlər. Agentlik tərəfindən bu istiqamətdə iş görüləcəkmi? Maarifləndirmə sizin işinizin hansı mərhələsində dayanır? Kiber təhlükəsizliyi ilə bağlı maarifləndirmə, kiber gigiyena məsələləri də agentliyin ən əsas prioritet vəzifələrindən biridir. Və biz ötən dövrə nəzər saldığımız zaman, biz götürsək 2024-2026-cı illərə bir nəzər salsaq, ölkədə kiber gigiyenanın təşviqi, maarifləndirmə tədbirləri fonunda demək olar ki, həm şagirdlərin, həm universitetlərdə, həm gənclər təşkilatının yaratdığı şərait nəticəsində minlərlə biz əməkdaşlarımıza, istifadəçilərimizə kiber gigiyena ilə bağlı maarifləndirmə tədbirlərini keçirmişik. Və demək olar ki, 700-dən çox maarifləndirmə tədbiri həyata keçirilib. Hətta Məktəblinin Dostluğu layihəsi çərçivəsində 70-dən çox məktəblərdə demək olar ki, 40 mindən çox şagirdə maarifləndirmə tədbirləri həyata keçirilib və bu fəaliyyətin davamı olaraq Elm və Təhsil Nazirliyinin yanında Uşaqların Müdafiə İdarəsi ilə birlikdə demək olar ki, 30-dan çox məktəbdə də 4000-dən yuxarı şagirdlərə bir yaxın müddətdə maarifləndirmə tədbirləri həyata keçirilmişdir. Kiber dələduzluq və frod hallarının böyük baş vermə səbəblərinin mahiyyəti məlumatlı olmamaq və maarifləndirilmə tədbirlərinin yetərincə olmamasından irəli gəlir. Və bununla əlaqədar olaraq agentlik tərəfindən həm video çarxların hazırlanması və ictimaiyyətə təqdim olunması, vizualların hazırlanaraq həm nəqliyyat qovşaqlarında, həm hava limanlarında, həm poçt filiallarında yerləşdirilməsi və ictimaiyyətə təqdim edilməsi kimi tədbirlər kifayət qədər geniş miqyasda tətbiq edilir. Və rəqəmsallaşmanın verdiyi rahatçılıqdan istifadə edərək bildiyiniz kimi SIMA imza tətbiqi vasitəsilə də biz 4 milyondan çox vətəndaşın istifadə etdiyi bir platformadır. Həmçinin də MyGov platformasıdır ki, vətəndaşların kifayət qədər gündəlikdə istifadə elədiyi platformalardır və həmin platformalar vasitəsilə də elektron təhlükələr barəsində maarifləndirmə ilə bağlı müəyyən bildirişlər vətəndaşların diqqətinə çatdırılır. Və bunu daha geniş bir formada agentlik tərəfindən də tətbiqi nəzərdə tutulur təbii ki. Yaxın illərdə Milli Kiber Təhlükəsizlik Agentliyinin fəaliyyəti nəticəsində Azərbaycanda rəqəmsal təhlükəsizlik ekosistemində hansı dəyişiklikləri şəxsən siz gözləyirsiniz? Agentliyin əsasən hədəflədiyi əsas məsələlərdən biri informasiya infrastrukturu subyektlərinin və obyektlərinin kifayət qədər kiber təhdid və hücumlara qarşı dayanıqlılığının artırılmasıdır. Rəqəmsal mühitin təhlükəsiz və şəffaf olmasına şərait yaratmaqdır ki, rəqəmsallaşmanın daha geniş platformada tətbiqi həyata keçirilsin. Həmçinin ölkənin kiber təhlükəsizlik sahəsində kiber gigiyena məsələsində yetkinlik səviyyəsinin yüksəldilməsi bizim əsas hədəflərimizdən biridir. Həmçinin biz vurğuladığımız milli sertin yaradılması, bu infrastrukturun formalaşdırılması, kiber təhdid və risklərə qarşı bizim müdafiə potensialımızı daha çox proaktiv formaya keçiriləcək və kiber risklərin idarə edilməsində də effektiv bir fəaliyyətin təşkil olunmasını biz hədəfləyirik. Elvin müəllim, biz vətəndaşlarımızdan danışdıq, amma maraqlıdır ki, ölkəyə səfər edən turistlərin məlumatlarının qorunması istiqamətində agentlik tərəfindən hansısa bir icra mexanizmi düşünülübmü? Ölkə ərazisində baş verən kiber təhlükəsizlikdən söhbət gedir. Əslində qalsa, dediyiniz məqamla əlaqədar olaraq, əgər hər hansı bir platformalar üzərindən həmin turistlərin və gələn qonaqların istifadəsi zamanı məlumatların daxil edilməsi və saxlanılması məsələsi varsa, biz bunu beynəlxalq tədbirlərdə də görürük. Hətta COP tədbirinin COP29-da və digər beynəlxalq tədbirlərin keçirilməsində də qonaqların qeydiyyata alınması, onların burada yerləşməsi və öz fərdi məlumatlarına daxil edilməsi müəyyən bir sistem üzərindən həyata keçirilir.
göstərir. Təbii ki, həmin sistemlərin həm müdafiəsi, həm mühafizəsi ilə bağlı aidiyyatı dövlət qurumları ilə birlikdə biz çox sıx əməkdaşlıq fonunda işləyirik və bu cür olduğu müddət ərzində də sistemin dayanıqlığı təmin olunursa, fərdi məlumatlara çıxış da məhdudlaşır. Yəni sistemin tam olaraq qorunması fonunda biz həmin turist və qonaqların məlumatlarının qorunmasını təmin edə bilirik. Bir də bu kiber təhlükəsizlik məsələsinə biraz da fəlsəfi yanaşsaq, sizcə rəqəmsallaşma cəmiyyətə daha çox azadlıq gətirir, yoxsa təhlükə gətirir və yaxud da bu kiber təhlükəsizlik anlayışı tam olaraq nə ifadə edir öz-özlüyündə? Yəni bir mütəxəssis olaraq istərdim ki, izləyicilərimizə bax bu məqamı aydınlaşdırasınız. Əslində qalsa dünyanın baxışı bu dəqiqə iqtisadiyyatın inkişaf etdirilməsinin daha çox rəqəmsal həllər üzərindən aparılmasını hədəfləməsidir. Və bu da görünən odur ki, artıq süni intellektin tətbiqi ilə bağlı digər texnoloji həllərə əlçatanlığın təmin olunması, insan həyatının rahatlaşdırılması və proseslərin daha çevik, sürətli getməsinə şərait yaradır. Kiber təhlükəsizlik bu məsələləri ləngitmək niyyətində deyil. Kiber təhlükəsizlik daha çox həmin prosesin daha təhlükəsiz bir şəraitdə, təhlükəsiz bir mühitdə aparılması üçün bir vasitədir və kiber təhlükəsizliklə bağlı məlumatlı olmaq bu prosesin 50-60%-dən çoxunu təşkil edir. Digər məsələlər dövlətlər onsuz da öz rəqəmsallaşması fonunda müdafiə və mühafizə tədbirləri üçün kifayət qədər vəsait sərf edirlər. Amma vətəndaşlar açısından baxdığımız zaman rəqəmsal həllərdən istifadə zamanı mütləq şəkildə maariflənmə və kiber gigiyena qaydalarına riayət etmə ən öndə məsələlərdən biridir. Elvin müəllim, çox sağ olun. Təşəkkür edirik, təbrik edirik və məsuliyyətli işinizdə uğurlar arzu edirik. Ümid edirik ki, bu istiqamətdə Azərbaycanda uğurlarından bir neçə müddət sonra danışarıq agentliyin fəaliyyətindən. Və vurğulayım ki, studiyada qonağım elektron təhlükəsizlik xidmətinin rəis müavini Elvin Şahverdiyev idi və biz kiber təhlükəsizlikdən danışdıq. Bu sahədə görüləcək və planlaşdırılan işlərdən danışdıq, amma bizə ayrılan vaxt başa çatdı. Sabah görüşərik, hələlik.